Azərbaycan Respublikasının varlığı, yəni İranda ideoloji siyasi iflasa böyük təsir etdi. Yəni bunu İran dövlətini idarə edənlər əvvəlcədən də bilirdi və bu düşmənçilik sadəcə müəyyən strateji məsələlərdən, geopolitik məsələlərdən qaynaqlanmır. Bu bir milli ideoloji bir mahiyyəti var məsələnin. Konkret olaraq Azərbaycanın quzeyində milli ideoloji xətt İrandakı şiəli ideologiyasına qalib gəldi. Yəni şərti olaraq türk millətçiliyi desək, Azərbaycan Milli Azadlıq Hərəkatı, Xalq Hərəkatı, Qarabağın azad olunması bir türk millətinin bir hərəkatıdır. Bu hərəkat orada yaşayan türklər üçün çox böyük əhəmiyyət kəsb etdi. Və elə bil millətçilik ideologiyası şialik ideologiyasına üz-üzə gəldi. Və millətçilik orada ciddi sarsıntılar yaratdı insanların təfəkküründə. Çünki İran ideoloqları da halın davamlı təbliğat aparırdılar. Bu Azərbaycan kimdir ki, amili filan və digərləri aşağılama prosesi davam edirdi və bütün iflasla yekunlaşdı. İkinci bir məsələ, ilkin mərhələ Azərbaycanın güneyindən Azərbaycanın quzeyinə gələn 90-cı illərdəki insanlar özlərinə İranlı deyirdilər. Bu sərhədlər açıldı, Azərbaycan müstəqil dövlətə çevrildi və tədricən onlar da özlərini Azərbaycanlı deməyə başladı. Bura gələn insanlar ən azı. Və tədricən Azərbaycançılıq şüuru, türklük şüuru elə bir şəkildə yayıldı ki, hal-hazırda sən güneydən gələn soydaşlarımıza sən İranlısan deyəndə səbinə toxunur. Ya bu qədər böyük. Hətta Azəri sözü belə olar. Bəli, Azəri sözü belə olar. Yəni Azərbaycan Respublikasının varlığı İran sözü ilə Azərbaycan sözünün ifadənin, dövlət adlarının toqquşması belə Azərbaycan sözü İran sözünə qalib gəldi. İran kimliyinə qalib gəldi. Və mahiyyət etibarilə bu da gətirib hakimiyyətin iflasına çıxardı. Azərbaycan qədər İranı zəiflədən heç bir dövlət